Sənubər Zahid qızı. Solmayan ümid. Qatıq var, qatıq. Təzə, şirin, yağlı kənd qatığı. Yazın səhər saatlarında Sevilin səsi bütün məhəlləyə yayılmışdı. Arada bir gəlib keçən qadınlarla salamlaşır, hal əhval tuturdu. Sonra da sarı Jigulinin arxa bagajına yığılan qatıq bankalarını səhmana salırdı. Sevil artıq 1-2 ay olardı ki, bu məhəlləyə qatıq satmaq üçün gəlirdi. Burada müştəriləri çox olurdu. İnsanları da çox istiqanlı idilər. Sevil ucaboy, arıq, qara buğdayı, gözəl siması olan 35-40 yaş aralığında cavan gəlin idi. Həyatının çətinlikləri üzündəki qırışlardan oxunsa da, gözləri daim gülər, üzündə xoş bir təbəssüm olardı. Bəzən qışqırdıqca utanar, başını aşağı əyərdi. Allah bilir o an qəlbində hansı hissləri keçirər. Bir qadın olaraq bunu yaşadıqca öz qəlbində nələr deyərdi. Bunu təəssüf ki, heç kəs bilməyəcəkdi. Sevilin bu xoş aurası sanki məhəllədəki qonşulara da təsir etmişdi. İlk gəldiyi gündən bu yana onun qatıqlarını almağa can atırdılar. Həm təmizliyi, həm alış-verişdə dürüstlüyü, həm də xoş münasibəti onlarda bu qadına qarşı rəğbət oyatmışdı. Qiymətdə artım etməz, çəkidə aldatmaz, bütün müştərilərini razı salmağa çalışardı. Pulu olmayana nisyə verər, heç kəsi əliboş qaytarmazdı. Sevilin səsini eşidən kimi nənəsi Günayı çağırdı. Ay bala, keçən dəfəki gəlin gəlib. Gəl apar bu boş bankanı ver. Denən nənəm deyir, qatığı gətirib çıxarsın bura. Düşə bilmirəm aşağı. Yaxşı nənə, deyib Günay bankanı götürdü. Rezin şapşaplarını geyinib çıxdı. Bankanı sındırma ha, deyə nənə arxasınca tənbihlədi. Günay bankanı qucağında möhkəm tutaraq tez-tez pillələri düşməyə başladı. Buruq saçları ağbəniz üzünə tökülür, addım atdıqca havada atılıb düşürdü. Xala, bunu nənəm göndərdi. Dedi düşə bilmirəm, bir banka qatıq gətirər. Hə, niyə aparmıram? Gözlə, gözəl qızım, deyib Günayın əlindəki bankanı alıb maşının içinə qoydu. Sonra sürücü tərəfə dönüb nəsə dedi. Az sonra qapı açıldı, orta boylu, sarışın, üzündən yorğunluq və yuxusuzluq yağan bir kişi maşından düşüb bagajın yanına keçdi. Sevil bir qatıq bankası seçib Günayın arxasınca bloka tərəf addımladı. 3-cü mərtəbəyə qalxana qədər Günayı danışdırır, onun ağıllı və şirin cavablarına heyran olurdu. Nənə Sevili elə qapıdaca qarşıladı. İlk öncə onu diqqətlə başdan ayağa süzdü, sanki rentgendən keçirirdi. Dünya görmüş qadın idi. Adamları ilk baxışdan tanıya biləcək qədər həyat təcrübəsi vardı. Üzündəki ifadə dəyişmədən, sağ ol bala, əziyyət çəkdin. Andıra qalmış ayaqlarım sözümə baxmır. Qızdan da qorxdum ki, yolda salıb sındırar. Heç əziyyəti yoxdur xala, əlimə yapışmadı ki, bircə bankadır da. Nənə bir daha Sevili süzüb, gəl, bir stəkan çay iç, süfrə açıqdır, deyə onu içəri dəvət etdi. Yox xala, sağ ol, gedim, kişiyə tapşırmışam qatıqları. Nə olacaq? Qoy biraz da o çığırsın. Bayaqdan elə ancaq sənin səsin gəlir. Heç nə olmaz, sən keç, boğazın quruyub indi. Nənənin inadla etdiyi bu təklif qarşısında Sevil artıq söz deyə bilmədi. Ehmalca ayaqqabılarını çıxarıb içəri keçdi. Nənə içəridə yerdən süfrə açıb üstünə evdə olanlardan yığmış, yanına da çaydanla dəm çaynikini qoymuşdu. Ev sadə, köhnə əşyalarla dolu olsa da, içində xoş bir təmizlik havası vardı. Sevil utanaraq nənənin göstərdiyi yerdə əyləşdi. Bunu hiss edən nənə, utanma bala, öz evindəki kimi otur. Əlində tutduğu xrustal stəkana süzdüyü çayı ona uzatdı. Hə,
De görüm kimlərdənsən, adın nədir, hardan gətirirsiniz bu qatıqları? Nənənin belə birbaşa mövzuya keçməsi Sevili sanki yuxudan oyatdı. Neçə illərdir qapı-qapı, məhəllə-məhəllə qatıq satsa da, ona belə sual verən, onunla maraqlanan olmamışdı. Hamı elə onu qatıq satan kimi tanıyırdı. Adım Sevildir, xala. Salyandan gəlirik. Sən də məni bağışla. Elə yoldaşımla həftədə bir dəfə gəlirik bu tərəflərə ki, qatıq sataq, ruzumuzu çıxaraq. 3-4 baş inəyimiz var. Bir də elə Allah verəndən həyat bacamız. Oğuldan qızdan varınızdırmı? Hə, xala, bir oğlum, bir qızım var. Yekədirlərmi? Əl-ayaq verirlərmi sənə? Hə, şükür Allaha. Oğlan 9-a gedir, elə biz gələndə inəkləri ona tapşırırıq. Qız da 8-ə gedir. O da evin xırda işlərini, həyat bacanı yola verir. Oxumaqları nətərdir bəs? Nənənin Sevili belə sual yağışına tutması Sevili darıxdırsa da, hörmətsizlik etmədən sualları cavablandırırdı. Kənd yeridir də, necə olacaq? Özlərinin də həvəsi yoxdur. Elə 9-a kimi oxusalar bəsdir. Niyə? Düşlərində dur, oxutdur. Mən bunları həmişə oxumağa həvəsləndirirəm deyə üzünü nəvəsinə çevirdi və sözünə davam etdi. Qoy oxusunlar, bir peşə yiyəsi olsunlar. Elə zəmanədə yaşayırıq ki, qıza da, oğlana da oxuyub savadlı olmaları, əllərinə bir peşə almaları lazımdır. Bəs qızlarımız oxumasa, savadlı övladları kim böyüdəcək? Uşaqlarımıza kim dərs verəcək? Qadınlarımıza doğuş zamanı kim kömək edəcək? Şərt deyil gedib institut oxusunlar. Ən azından gedib bir iynə vurmağı, paltar tikməyi, şirniyyat bişirməyi öyrənsinlər. Nə bilim ay xala, təkcə mən deməklə olmur ki. Olar, sən üstlərində dur, dərslərini elətdir. Elə arada gələndə bura da gətir. Gətir qızını Günayla tanış elə. Günay əlaçıdır, 1-ci sinifdən şəkli şərəf lövhəsində olub həmişə. Gətir qızını, görüb həvəslənsin. Günayın üzü tərifdən azca qızardı. Maşallah olsun, gözəl baladır. Bəxtləri gözəl olsun bala. Deyir övlada qızıldan tax verən ata, qızıldan bəxtini kim verə bilmiş? Sevil amin deyərək əlindəki stəkanı yerə qoyub, nənəyə təşəkkür etdi. Allah süfrənizi açıq etsin xala, mən gedim. Yaxşı, di get, amma gələn dəfə qızını gətir. Yaxşı, deyib Sevil qapıdan çıxdı. Sarı Jiguliyə yaxınlaşdıqda yoldaşı deyinməyə başladı. Gəl çıx da, bayaqdan getmisən, özüm də yuxusuzam. Keç, boş bankaları da yerləşdir, az qalıb. Sevil cavab qaytarmadan bagajdakı qatıq bankalarını səhmana salmağa başladı. Amma nədənsə bütün fikrim yaşlı nənənin üstlərində dur, oxutdur, bir peşə yiyəsi olsunlar sözündə qalmışdı. Doğrudanmı uşaqları oxuyub bir peşə sahibi olsa ağ günə çıxacaq, qatıq satmaqdan canları qurtaracaqdı? Təhsil, peşə necə dəyişə bilər ki həyatı? Axı nə onun, nə yoldaşının nəslindən təhsili, peşəsi olan olmamışdı. Gördükləri ancaq fəhləlik və alver idi. Kənddə də nə peşə məktəbi, nə texnikum var idi. Məktəb belə 9 illik idi. Qız uşaqları da bundan başqa bir şey görməzdilər. Özlərini dərk etməyə başlayandan ev işləri və həyat bacanı öyrənirlər, sonra da uyğun bir adamla evləndirirdilər ki, ailəyə yük olmasınlar. Qız uşaqlarına bir peşə vermək heç ağıllarına gəlmirdi. Amma ağ xalatlı həkim qızları, qadınları görəndə ürəyində bir kök sötürdüyünü, gözlərinin xəyallara daldığını bilirdi. Hətta bəzən inəyinin ağır doğuşu olanda ona kömək edər, qan tərə batar, ancaq o balaca buzovun sağ-salamat çıxdığını görəndə özünü bir anlıq qəhrəman ağ xalatlı həkim kimi hiss edərdi. Nəysə, dodaqaltı özünü fikirlərindən ayırdı. Qatıq var, qatıq deyərək qışqırmağa, tez zamanda qalan qatıqlarını satmağa çalışdı. Bəzən insan həyatda elə bir yola çıxır ki, o yolun sonunda arzular
toz-torpaq içində itib batmış kimi görünür. Amma bu həyatda heç bir şey səbəbsiz və boşu-boşuna yaranmayıb. Sevilin hekayəsi sadəcə bir qadının ruzi axtarışı deyil. O, Allahın qadına verdiyi mərhəmət, dözüm və ümidin simvoludur. İnsan nə qədər çətinlik içində olsa da, qəlbində bir işıq daşıyır. Sevilin bəlkə mənim övladımın daha gözəl gələcəyi olar düşüncəsi kimi. İnamla və ümidlə çəkilən halal zəhmət bir gün bar verər. Sevilin səsi məhəlləyə yayılsa da, əslində o, bütün qadınlara səssiz bir mesaj verir. Səbr et, çalış və ümidini itirmə. Yazın xoş havası, ağacların, açıq yaşıl rəngli xırda yarpaqları, quşların cıvıltısı, həyətdə oynayan uşaqların şən səsləri insana xoş təsir bağışlayır, qəlbinə bir huzur verirdi. Şənbə günü olduğu üçün Günay dərsdən tez gəlmişdi. Nənəsinə dərsdə olanları danışır, xırda bir detalı belə qaçırmamağa çalışırdı. Nənə də nəvəsini diqqətlə dinləyir, əlindəki təsbehi çevirərək Allahı zikr edir, arada bir qarşısındakı təzə, nanə yarpaqlı çayından qurtum alırdı. Günayın valideynlərinin hər ikisi işləyirdi deyə evə axşam saatlarında gəlir, qardaşı isə universitet imtahanına hazırlaşdığı üçün dərsdən sonra əlavə hazırlıqlara gedirdi. Günayın ən böyük şansı yaşlı nənəsi idi. Nənəsi evdəkilər gələnə qədər yeməkləri bişirər, yüngül təmizlik işlərini edərdi. Öz növbəsində bunları Günaya da öyrədərdi. O da nənəsinin buyruqlarına baxar, sevərək, canla başla ona kömək edərdi. Nənəsi həmişə işlə mənim üçün, öyrən özün üçün deyərdi. Arada bir öz həyat hekayəsindən danışar, oradan çıxan dərsləri Günaya asan dillə izah edərdi. Nənə ilə nəvə bir-birini çox sevər, birlikdə yaxşı yola gedərdilər. Amma bu sevgi təkcə nənə və nəvə arasında deyil, ailənin bütün fərdləri arasında da möhkəmlənmişdi. Sevgi və hörmətlə qurulmuş bir ailədə hər zaman böyüklərə hörmət, kiçiklərə sevgi və qayğı açıq hiss olunurdu. Ata-anası dövrün çətin vaxtlarına düşdüyünə görə ali təhsil ala bilməsələr də, hər ikisi peşə təhsilini bitirmişdilər. Ancaq övladları yaxşı təhsil alsınlar deyə çiyin-çiyinə verib ailənin maddi yükünü çəkirdilər. Nənə ilə nəvə şirin-şirin söhbət edirdilər ki, birdən qapı döyüldü. Nənə dedi, get bala, bax gör kimdir, amma açmamış soruş ha. Yaxşı nənə, deyə Günay qapını açmağa getdi. Qapıda keçən dəfə qatıq gətirən Sevil və arxa tərəfində utanaraq dayanan qız vardı. Salam, gözəl qızım, nətərsən? Nənən evdə? Salam xala, çox sağ olun. Hə, buyurun keçin, evdədir. Desə də gözünü qızdan çəkə bilmədim. Bax gör, Aytacı gətirmişəm sənin yanına. Dost olun. Ona səndən danışdım, dirəndi ki, ana, məni də apar, görüm də o qızı. Bu sözlərdən Aytacın üzü qızardı. Başını aşağı saldı. Günayla eyni yaşda olan bu qızın orta bədəni, qızılı uzun saçları, sarışın gözəl siması vardı. Üzünün günəşdən yanması, əllərində hələ bu yaşından kiçik qabarların olması Günayın gözündən yayınmadı. Üzündə təbəssümlə əlini uzadıb, salam, xoş gəlmisən, dedi. Aytac da ondan ürəklənib əlini uzatdı. Sağ ol, dedi sadəcə. Günay nənəsi ilə birlikdə çay süfrəsi hazırladı. Süfrəyə təzə çiyələk mürəbbəsi, doğranmış kəllə qənd, badamlı noğullar, rəngarəng içi karamelli konfetlər, vafli, peçenyalar düzüldü. Təbii ki, nənənin vazkeçilməzi olan təzə nanə yarpağı da vardı. Nənə hər zaman deyərdi ki, nanə ürəyə qüvvət verir. Yeməklərinə də hər zaman quru nanə qatardı. Bəlkə də buna görə 72 yaşında olmasına baxmayaraq ev işlərini rahat görür, öz-özünü idarə edirdi. Çaylar içildikdə nənəsi Günaya dedi, gedin qızla o bir otaqda oturun, kitablarınıza baxın, söhbətləşin. Yaxşı, deyərək qızlar ayağa qalxıb
o biri otağa keçdilər. Sən neçənci sinifdə oxuyursan? Deyə Günay soruşdu. 8-ə gedirəm. Böyüyəndə kim olacaqsan? Nə bilim. Mən həkim olmaq istəyirəm. Anamın arzusudur. Mənə həkim papağı da tikib. Bunların hamısı sənin kitablarındır. Oxumusan hamısını. Bəli, mənimdir. Buradakılar dərs kitablarımdır. Bu tərəfdə gördüyün isə bədii kitablar. Mən çox sevirəm bədii kitablar oxumağı. Bədii nədir? Bilmirsən? Əlavə oxu üçün yazılmış kitablar. Məşhur Azərbaycan yazıçılarının və dünya ədəbiyyatının tanınmış əsərlərini oxuyuram. Hə, deyə Aytac təəccüblə baxdı. Artıq mövzu onun üçün sıxıcı olmağa başlamışdı. Ətrafına göz gəzdirərkən birdən gözü divardakı çərçivələrdə asılan yazılara sataşdı. Bəs bunlar nədir? Bunlar da yaxşı oxuduğuma görə aldığım təltifnamələr. Ancaq Günay bunun Aytac üçün maraqsız olduğunu görüb mövzunu dəyişdi. Siz kənddə qalırsınız? Hansı heyvanlar var həyətinizdə? Elə istəyirəm ki, bizim də kənd evimiz olsun. Mənim çoxlu cücələrim, itim, pişiyim olsun. Kənd mövzusu açılan kimi Aytacın gözləri işıldadı. Sevinclə danışmağa başladı. Ay, sən bizim pişiyimizi görəsən, ürəyin gedər. Ay bacı, biz görmüşük pişik itdən qorxar. Amma bizim bu məstan gedib itin qabağında oynayır, onun yeməyindən yeyir. Hələ inəklərimizdən danışım. Öz evimizi elə tanıyırlar ki, bir dəfə qapını rəngləmişdik, yenə də gəlib qapımızın ağzında moğulduyur, səs salırdılar. Aytac kənd həyatının gözəlliklərindən o qədər sevinclə ağız dolusu danışırdı ki, Günay xəyalında oranın necə gözəl bir yer olduğunu canlandırırdı. Bəzən insanlarla yollarımız elə yerdə kəsişir ki, biz onun hikmətini dərhal anlamırıq. Amma hər görüş, hər söhbət bir qığılcımdır. Kiminin içində yeni bir ümid oyadır, kiminin isə qəlbinə yeni üfüqlər açır. Sevilin qızı Aytaçla Günayın görüşü də təsadüfi deyildi. Bu, sanki qədərin iki fərqli həyat yolunu bir nöqtədə görüşdürməsi idi. Biri zəhmətlə dolu kənd həyatını, digəri sevgi və qayğı içində böyüyən şəhər uşaqlığını təmsil edir. Amma hər iki qızın qəlbində saflıq, təmizlik və səmimiyyət vardı. Bu bizə göstərir ki, insanın dəyəri nə şəhər, nə də kəndlə bilinir. Onun dəyəri halal zəhmət və faydalı elmi ilə ölçülür. Artıq Günayla Aytac arasında mehriban dostluq başlamışdı. 2 həftədən bir Sevilgil qatıq satmağa gələrdi. Qızlar həmin günü səbirsizliklə gözləyərdilər. Hər ikisi də bu görüş üçün əli və ürəkləri dolu gələrdilər. Belə ki, Aytac hər gəlişində dağda, çəmənlikdə, həyətdə bitən gözəl, maraqlı çiçəklər, bitkilər tapır, onları xüsusi ehtiyatla qəzet kağızlarının arasına yığar və Günaya gətirərdi. Təkcə bununla da kifayətlənməyib, onlar haqqında kənddəki böyüklərdən eşitdiyi məlumatları da bir-bir ona çatdırardı. Günay isə ona verilən xərcliklə hər dəfə Aytac üçün maraqlı yapışqanlar, qələm və ya karandaş, bəzən isə saç üçün sancaqlar alardı. Qızlar görüşən kimi ilk öncə möhkəm qucaqlaşıb bir-birlərinə sarılar, sonra hazırladıkları hədiyyələri paylaşar, bir-birinə təriflər yağdırıb, əsas məsələyə ürəklərini boşaltmağa keçərdilər. Günay məktəbdə baş verən hadisələrdən danışdıqca Aytac ağzı açıq onu dinləyərdi. Axı onların oxuduğu kənd məktəbi tam fərqli idi. Ala-qaranlıq, təmirsiz, köhnə, sınıq-salxaq partalar, təbaşirlə yazılmaqdan üstü cızılmış lövhə, qapısı belə olmayan kitab şkafından sonra Günayın danışdıqları ona yuxu kimi gəlirdi. Günaygilin məktəbi çox geniş və gözəl idi. Məktəbdə hətta rus bölməsi də vardı. Böyük və zəngin kitabxanası, geniş yeməkxanası, idman zalı, geyinmə otaqları, hərbi hazırlıq otağı, hətta böyük akt zalı vardı. Günayın dediyinə görə akt zalında hətta bir dəfə kukla teatrı da gəlib teatr səhnəciyi göstərmişdi.
Ən maraqlısı isə uşaqların sevimlisi Ələkbər əminin gəlişi idi. Özü də bina 3 mərtəbəli idi. Aytaçgilin kəndində nəinki 3 mərtəbəli məktəb, heç ev belə yox idi. Ən hündür sayılan 2 mərtəbəli evlər kəndin zənginlərinə məxsus idi. Onlar da Rusiyada bazarda işləyərək bu evləri tikdirmişdilər. Qalan bütün evlər 1 mərtəbəli və əsasən köhnədən tikilmiş evlər idi. Bax, gör sənə necə gözəl çiçəklər gətirmişəm. Bunları dağın ətəyindən yığmışam. Aytaç əlində tutduğu paketi Günaya verdi. Qəzet kağızına bükülmüş səliqəli paketi açdıqda aralarına vərəq qoyulmuş rəngarəng çiçəkləri görüb Günayın ağzı açıq qaldı. İlk dəfə idi ki, bu qədər rəngarəng, zərif çiçəklər görürdüm. Bu güllər ancaq biz tərəflərdə bitir. Hamısının adlarını bilməsəm də faydalarını bilirəm. Qonşuluqdakı qoca nənələr bunların hər birindən bir xəstəliyin müalicəsində istifadə edirlər. Doğrudan nə maraqlıdır. Hə, mən o nənələrin söhbətlərinə qulaq asmağı çox sevirəm. Bilirsən, hər dəfə bir bitki tapan kimi aparıram onların yanına. Onlar da ağız dolusu danışırlar. Adam söhbətlərindən doymaq bilmir. Bəs sənin bu çiçəklərə marağın hardandır? Mən gülləri, çiçəkləri çox sevirəm. Elə boş olanda həyətdə otların arasını axtarıram ki, görüm orada alaqdan başqa hansı otlar var. Nə bilim, bütün günü onlarla oynasam heç sıxılmaram. Aytaç güllərdən, çiçəklərdən danışdıqca gözləri sevincdən o qədər parıldayırdı ki, Günay dərhal soruşdu. Aytaç, səndən yaxşı bioloq olar. Heç bu barədə düşünmüsən? Nə? Bioloq? O nədir? Bitkiləri araşdıran, onları öyrənən. Məndən heç nə olmaz. Mən hara, oxumaq hara, deyərək başını yellədi. Niyə elə deyirsən? Oxumaq çətin bir şey deyil ki, istəyən hər kəs oxuya bilər. Yox, bacı, mənim dərslərim elə Allahın ümidinə qalıb. 9-u qurtarana kimi gedib gələcəm. Sonra da elə evdə anama kömək edəcəm. Oxuyub nə olacam ki? Günay Aytacın bu sözlərindən üzüldü. O dostunun oxumasını o qədər çox istəyirdi ki, onu razı salmağın yollarını düşündü. Bax, Aytac, əgər sən oxumaq istəsən, vallah bacararsan. Həm biz hələ 8-ci sinifik. Əsas dərslər 9-cu sinifdən başlayacaq. O vaxta kimi mən də sənə kömək edərəm. Gəlib çatarsan bizə. Bilmirəm ki, deyə Aytac çiyinlərini çəkdi. Mənim bibim qızı dil və ədəbiyyat müəllimi işləyir. Bir bilsən əlində jurnal sinfə girəndə necə fəxrlə gedir. Təsəvvür edirsən? Hələ şagirdlərini demirəm. Müəllimlər günündə o qədər güllər, hədiyyələr verirlər ki, baxdıqca ağzım sulanır. Qəşəng paltarlar alıb geyinir, çoxlu çantaları var. Arada bir şagirdlərini şəhərə gəzməyə aparır. Sən də istəmərsən elə bir müəllim olasan, ya həkim olasan, hə? Günay danışdıqca Aytacın xəyalları onu lap uzaqlara apardı. Əynində ağ xalatı, yanında həkim dostları ilə Azərbaycanın dağlıq bölgələrinə gedir. Otları, çiçəkləri toplayır, onları incələyirlər. Sonra Aytac onlardan təbii dərmanlar hazırlayır. İnsanlar Aytacın hazırladığı dərmanları içib sağalır, onu gördükləri zaman təşəkkür edirlər. Bu xəyallar onun üzündə gülümsəməyə səbəb oldu. Günayın səsi onu xəyal dünyasından ayırdı. Hə, nə deyirsən? İstəyirsən oxumaq? Bilmirəm ki, biz tərəflərdə heç kim oxumayıb axı. Mən istəsəm belə evdəkilər nə deyər? Onlar razı olarmı? Niyə istəməsinlər? Mənim ata-anamın ən böyük arzusu məni oxumuş həkim olaraq görməkdir. Sən onlara de, gör necə sevinəcəklər. Hə, evə qaydanda yolda danışacağam. Qızların söhbəti xeyli davam etdi. Sonra da həmişəki kimi möhkəm qucaqlaşıb ayrıldılar. Uzun yol boyu heç kəs dinib danışmırdı. Atası maşın sürərkən gözünü yoldan ayırmır, arada bir onu ötüb keçən bahalı maşınlara baxaraq köks ötürürdü. Anası isə başını maşının pəncərəsinə söykəyərək dərin fikrə getmişdi.
Arada bir Aytaca tərəf dönüb gülümsüyürdü. Aytac söhbətə necə başlayacağını bilmirdi. Özünü birtəhər toparlayıb dedi: "Ata, bizim kənddən oxuyub həkim olan var?" Atası maşının güzgüsündən gözucu ona baxıb cavab verdi: "Yox qızım, həkimimiz şəhərdən gəlib. Onda məni qoyarsan oxuyub həkim olmağa." Atası sükanı hirslə çevirərək dedi: "Hə, elə bircə həkimimiz çatmır. 9-a kimi getdim bəsindir." Aytac ağzını açıb nəsə demək istəyirdi ki, bayaqdan sakit dayanan Sevilin səsi gəldi. "Sus! Qoy bir salamat evə çataq, danışarıq." Aytac məcbur susub, üzünü pəncərəyə tərəf çevirdi. Boz çöllərdə bitən dikanlı konlar sanki yol boyu qara-qara onu izləyirdi. Aytacın həkim olmaq arzusu evdə bir çaşqınlıq, təşviş yaratdı. Sevil yoldaşı ilə ara-sıra söhbət edir, ona yaşlı xalanın dediklərini çatdırırdı. Yoldaşı isə qız nədir, oxudu nədir, qız hara, həkimlik hara və sair kimi cümlələrlə söhbəti bağlayırdı. Əslində qızını çox istəyirdi, amma el qınağından qorxurdu. Aytac bütün bunlara səssiz durub tamaşa edirdi. O bilirdi ki, atası yox desə, geriyə dönüşü olmayacaq. Odur ki, sakitcə atasının sözlərini dinləyirdi. Gecədən xeyli keçmişdi. Atası siqaret çəkmək üçün eyvana çıxanda Aytacın hələ də oturduğunu gördü. "Bıy, sən niyə yatmamısan qızım?" "Heç, ata, yuxum gəlmir deyə yata bilmədim." "Niyə? O boyda yol gedib gəlmisən, yorulmamısan ki?" "Nə bilim." "Hə, sən hələ həkimliyi fikirləşirsən deyəsən." Atası gəlib Aytacın yanında oturdu. Onun saçlarını sığallayıb öpdü. "Qızım, hələ bir 9-u qurtar, ondan sonrasına baxarıq. Allah kərimdir." "Doğrudan, ata, əgər yaxşı qutarsam, icazə verəcəksən?" deyə Aytac sevincək soruşdu. "Dedim axı, baxarıq." "Sən ən yaxşı atasan, səni çox istəyirəm," deyib atasını qucaqladı. "Yaxşı, get yat, gecdir. Səhər tez duracaqsan." Aytac yaxşı deyib sevincək otağa keçdi. Qızının sevinməsi və onu qucaqlaması onun da əhvalını açdı. O qızını çox sevsə də, ona sevgisini necə göstərəcəyini bilmirdi. Axı hardan biləydi? Nə evlərində, nə də qonum qonşuda görmüşdü. Eləcə ata sərt olar ki, sözü keçsin. Qızın döyməyən dizini döyər kimi sözlər eşitmişdi. O da içindəki sevgini gizlədərək istəməsə də özünü bunlara inandırmışdı. Günlər, aylar sürətlə ötüb keçirdi. Artıq 9-cu sinfin buraxılış imtahanları başlamışdı. Günay var gücü ilə imtahanlara hazırlaşırdı. Bu müddət ərzində Aytaçla da az-az görüşürdülər. Bəzən ayda bir dəfə, bəzən isə 2 ayda bir. Gec-gec görüşmələrinə baxmayaraq, söhbətlərinə də elə həmişəki qaldıqları yerdən davam edirdilər. Aytac bu vaxt ərzində dərslərinə daha çox vaxt ayırmağa başlamışdı. Günay da öz növbəsində onu həvəsləndirirdi. Nəhayət imtahanlar bitdi. Günay əla qiymətlərlə 9-u başa vurub 10-cu sinfə keçmişdi. Dərslər çox yorduğuna görə ailəsi onu əmisigilə göndərmişdi. Əmisigil həyət evində yaşadığından Günay onlarda qalmağı çox sevirdi. Böyük tut ağacından asılan yelləncəkdə yellənməkdən doymurdu. Əmisi arvadının bişirdiyi ləzzətli yeməklərdən yeyir, axşam əmisinin qaynatdığı samavar çayından içir, həyətdəki şirin ördək balaları ilə ən çox da Mosu adlı pişiklə oynamaqdan zövq alırdı. O burada qaldıqda tətilin bitməsini heç istəməzdi. Amma hər gözəl şeyin bir sonu olduğu kimi bu tətilin də sonu gəldi. Günay evlərinə qayıtdı. Artıq dərslərin başlamasına az qalırdı. Atası ilə məktəb alış-verişinə çıxıb bütün əksiklərini tamamladı. Günay bu dünyada atası qədər heç kəsi sevməzdi. Atası onun üçün, o da atası üçün ayrı bir dünya idi. Onların bu sevgisini anlamaq üçün məhz onlar kimi olmaq lazım idi. Onun atasına da
Qohum qonşuları eyni sözləri deyərdi, amma atası onların bu sözlərinə əhəmiyyət vermir, qızını sevgi və qayğı ilə böyüdürdü. Qızım oxuyub həkim olacaq, atasının ömrünə ömür qatacaq deyirdim. Atasının mərhəmət və qayğı dolu sevgisi Günayı nəinki ərköyünləşdirir, əksinə daha da məsuliyyətli edirdi. Demək ki, türklər demişkən fazla sevgi şımartmır. Dərslər başlamışdı. Günay əzmlə çalışırdı. Qardaşı neft-qaz mühəndisliyi ixtisasına qəbul olmuşdu. Tələbəlik həyatının həyəcanını yaşayırdı. Günay da qardaşına baxdıqca, onun universitet macəralarını dinlədikcə daha da həvəslənir, dərslərində müvəffəqiyyətlə irəliləyirdi. Ancaq Aytac yadına düşdüyü zaman üzülür, keyfi pozulurdu. Çünki tətildən qayıtdıqdan bəri nə Aytacı, nə də Sevil xalanı görmüşdü. Qonşular da artıq onun gəlmədiyini deyirdilər. Günay narahat olsa da, dostu üçün dua etməkdən başqa əlindən bir şey gəlmirdi. Səmimi dostluq, diqqət və qarşılıqlı hörmət uşaqların ruhunu zənginləşdirir. Günayla Aytacın münasibəti bir-birinə verdikləri dəyər və paylaşdıqları xəyallar yalnız sevinc anlarını bölüşmək deyil, həm də bir-birinin arzularına işıq tutmaqdır. Aytacın dağlardan gətirdiyi çiçəklər, Günayın aldığı kiçik hədiyyələr sadəcə gözəllik deyil, onların içindəki saf niyyətin və mərhəmətin ifadəsidir. Ata-qız münasibətindəki sevgi isə bəzən sözsüz ifadə olunur. Aytacın atası qızını sevir, amma qorxu və cəmiyyət qınağı altında bunu açıq göstərə bilmir. Günayın atası isə bu qınaqlara baxmayaraq qızını sevgi və qayğı içində böyüdür. Çünki o bilirdi ki, sevgi də su kimidir. Gülü çox sulasan çürüyər, az sulasan solar. Valideynin diqqət və anlayışı isə uşağın ruhunda çiçəklənən bir ümid bağçası yaradır. Ancaq solmuş çiçəklər də öz ətrini qoruyur. Eynilə Aytac kimi uşaqlar da çətinliklər içində belə içlərindəki arzu və ümidlərlə böyüyürlər. Səmimi niyyət, diqqət və dəyər vermək həyatın ən qiymətli çiçəklərini yetişdirir. 2 il sürətlə ötüb keçdi. Günay artıq tələbəlik həyatına qədəm qoymuşdu. O, Tibb Universitetinin Müalicə İşi fakültəsinə qəbul olmuşdu. Ailədə böyük bir sevinç, şadlıq vardı. Atası 3 gün boyunca qonaqlıq vermiş, sevincini dostları, qohumları, iş yoldaşları ilə bölüşmüşdü. Tələbəlik günləri həyəcanlı və xoş olsa da, dərslər çətin, yol isə uzaq idi. Buna görə də həftə sonları mümkün qədər geç saatda oyanmağa, evdə ailəsi ilə daha çox vaxt keçirməyə, nənəsinin ləziz xörəklərinin dadını çıxarmağa çalışırdı. Şənbə günü, payız səhəri. Günay yuxudan tam ayılmamışdı. Havanın sərinliyi, yun yorğan döşəyin istisi onu yatağından çıxmağa qoymurdu. Birdən həyətdən tanış bir səs eşidildi. Qatıq var, qatıq, təzə, şirin, yağlı kənd qatığı. Bu sözləri eşidən kimi cəld yatağından qalxıb pəncərəyə yaxınlaşdı. Pərdəni aralayıb həyətə baxdı. Ola bilməz, sarı Jigulidir bu, Sevil xalagilin maşına. Tez o biri otağa keçib həyəcanla anası ilə nənəsinə dedi. Sevil xala gəlib, vallah onun səsidir, onların maşınıdır. Tez düşüm aşağı görüşüm, Aytacı soruşum. Anası onun əlindən tutub dedi. Sən indi oyanmısan, get paltarını geyin, soyuq olar. Mən gedib onu çağıraram evə. Günay anasının şəfqətli əllərini sıxıb gülümsədi. Yaxşı ana. Qapı açıldı. Sevinərək qapıya qaçan Günay qarşısındakı qadını gördükdə bir anlıq donub qaldı. Çünki qarşısında duran bu qadın onun xoş simalı, gülərüz Sevil xalası deyildi. Qapqara paltar geyinmiş, başına qara pambıq şal örtmüş bu qadının saçları tamam ağarmışdı. Gözləri isə bir çuxura düşmüş kimi baxırdı. Qurban olum qızım sənə, deyib gözlənilmədən özünü Günayın üstünə atdı.
Onu bərk-bərk qucaqlayıb üzündən öpdü və dalğalı saçlarını sığalladı. Günay nə deyəcəyini, nə edəcəyini bilmirdi. Sevil onu bir xeyli qucağına sıxıb saxladıqdan sonra kənara çəkildi. Anası ilə nənəsi Sevili içəri dəvət etdilər. Çay süfrəsi artıq hazır idi. Sevil yaşlı gözləri ilə ətrafa göz gəzdirdi. Yenə Günayla göz-gözə gəldikdə özünü saxlaya bilməyib yenidən yüksək səslə ağladı. Günay artıq qorxmağa və narahat olmağa başladı. Nənəsi dedi: "Boy, başıma xeyir ay gəlin. Sən niyə nəvəmə baxıb köks ötürüb ağlayırsan?" Sevil göz yaşlarını birtəhər silib sakitləşdi və dərindən ah çəkərək dedi: xala, bir bilsən başıma nələr gəldi. Bu bədbəxt başıma, key başıma." deyib iki əli ilə möhkəm başına çırpdı. Nənəsi artıq əsəbləşmiş halda: "Dəli olub, bu nədir? Ay bala, münəccim deyiləm, falçı deyiləm. Hardan bilim? Danış görək nə olub? Ürəyimizi üzdün səhər-səhər." Nənənin sözləri sanki Sevili yuxudan oyatdı. "Qoy onda lap başdan başlayım," deyib gözlərini bir boşluğa dikdi. 9-cu sinfin imtahanları təzə qurtarmışdı. Aytac, anası ölsün, Günaydan həvəslənmişdi deyə imtahanların hamısını 4-5 ilə verdi. Deyirdi tətildən sonra Günaya deyəcəm, mənə test kitablarından versin, mən də hazırlaşım. Elə həvəsli idi ki, malın arxasınca gedəndə də kitabı qoynundan düşmürdü bədbəxt balamın. Avqustda qonşumuzun oğlu Rusetdən gəlmişdi. El-oba tamaşasına yığılmışdı boynu vurğunun. Boylu buxunlu, sinəsində yarım kiloluq qızıl sepi, qolunda qızıl zənciri, altında bahalı Mercedes maşını. Bir baxan, bir də baxmaq istəyirdi. Rusetdə də işi gücü yerində sayıb seçilən oğlan idi, vurğun vurmuş. Sən demə, evlənməyə gəlibmiş. Aytaç da gözə gəlimli qız, oğlan canı yansın bunu kəstirib gözündə. Bir xəbər yolladı, razı olmadım. 2 xəbər yolladı, razı olmadım. Dedim hələ tezdir. Aytaç da daş atıb başını tuturdu ki, ölərəm getmərəm, o hara, mən hara. O lovğa, zəhləm getmiş, pulu ilə hər yerdə hava atır. İstəmirəm onu. Həm də mən oxumaq istəyirəm. Nəysə, uzatmayım. Bir gün kəndin ağsaqqallarını yığıb gəldilər. Qaynım, baldızım gildə yığışdı, söhbət elədilər. Axır kişinin də başını yedilər, qızı verdik. Bu yerdə Günayın nənəsi özünü saxlaya bilməyib dedi: "Ayıb olsun, utanmırsınızmı? Qızın razılığı olmadan özü də kimə, Rusetdən gələnə verdiniz? Nə bilirsiniz orada kimdən neçə uşaq peydahlayıb, uşağın da yanında gül ağzımı açdırdın. Oradan 100 xəstəlik tapıb salır balanın canına, yazıqdır." Günayla anası isə sakitcə heyrətlə qulaq asırdılar. Sevil davam etdi: "Elə mənim də dilim quruyaydı hə dediyim yerdə. Mən bədbəxt, nə biləydim. Elə dedim balam yazıqdır, kasıbçılıqdan çıxar, bir gün üzü görər, rahat ev eşiyi olar. Nə biləydim belə olacağını." Elə avqustdaca nişan oldu. Bir təmtəraqlı nişan gətirmişdilər ki, hamı tamaşaya durmuşdu. Yazıq balamın gözündən sellər axa-axa barmağına üzük taxıldı. Əvvəl dedilər, toyu hələ gələn il edəcəyik. Sonra nə qərara gəldilərsə, oktyabrda toy etdilər. Oğlan əvvəl deyirdi ki, toy olanda aparacam Rusetə, amma toydan sonra elə burada ata-anası ilə yaşadılar. Elə ki, toy oldu, qurtardı, bunlar yavaş-yavaş öz üzlərini göstərməyə başladılar. Tez-tez evdə dava düşür, anası boş yerə Aytacı danlayır, Ceyhunu qızışdırıb Aytacı döydürürdü. Yazıq bacım, deyərək Günay dərindən köks ötürdü. Aytac da arada bizimlə görüşəndə elə hey, "Ana, vallah bunlar normal adam deyirlər, nə olar məni qurtar," deyib ağlayıb sızlayırdı. 6-7 aydan sonra qaynanası artıq bizimlə də çox görüşməyə qoymurdu. Biz onlara gedəndə isə hər dəfə bir bəhanə ilə evdən çıxırdılar. Amma yazıq balam fürsət tapdıqca mənə gileylənir, oradan ayrılmaq istəyirdi. Mən dili qurumuş da hər dəfə öyüd nəsihət verir, onu sakitləşdirməyə çalışırdım. Hər evdə söz söhbət olar, nə olacaq?
eşitməzliyə vur, deyirdim. Sən demə gözüm görə-görə balamı odun içinə atıranmış, mən dili qurumuş. Sevil dayanıb kök sötürdü, yaşlı gözlərini bir nöqtəyə zilləyib davam etdi. Bir gün qaynanası zəng etdi ki, bəs qızın ağrıyırdı, həkimə aparmışıq, gəl. Tez tələsik atası ilə getdik rayon xəstəxanasına. Həkim yoxlayandan sonra dedi ki, bəs hamilədir. Sən demə yazıq balam hiss edibmiş. Qorxusundan evdə deməyib. Özünü ağır işlərə verib ki, uşaq düşsün. İnəyin südünü sağmağa gedəndə halı pisləşib, yıxılıb qalıb orada. Evdəkilər xəbər tutanda artıq özündən getmiş olub. Nəysə, həkim xəbəri verəndə qaynanası gilin üzünün rəngi açıldı. İnşallah bir oğlu olar, dədəsinin adını qoyarıq, deyərək sevindilər. Həkim bundan sonra daha diqqətli olmağımızı, dərmanları vaxtlı-vaxtında içməsini, bir də yaxşı qulluq olunmasını tapşırdı. Qaynanasına dedim, qoy heç olmasa bir həftə aparım, özüm baxım, özünə gəlsin. Əvvəl narazılıq etsələr də, sonra öz aralarında nəsə danışıb razılaşdılar. O bir həftədə elə bil Aytacı təzdən mənə vermişdilər. Atası da, mən də başına dolanırdıq. Qoymurduq əlini ağdan qarıya vursun. Yaxşı xörəklər bişirirdim. Atası da hər cür naz-nemət alıb gətirirdi. Amma Aytac hər dəfəsində, ana, nə olar, qoy bu uşaq düşsün, mən istəmirəm. Onlardan olan heç nəyi istəmirəm, deyə sızıldayırdı. Bir həftədən sonra Ceyhun gəlib öz evlərinə apardı. Arada gedib baş çəkir, vitaminli, sevdiyi şeylərdən alıb aparırdım ki, yesin, özünə gəlsin. Artıq əvvəlki kimi danışmırdı. Sakitcə öz başını hərləyirdi evdə. Mən də sevinirdim ki, artıq balasına bağlanır yavaş-yavaş. Dekabrın ortalarında artıq ağırlaşmışdı. Qaynanası xəbər verdi ki, gəl, aparırıq xəstəxanaya. Hamımız yığışıb getdik. Yazıq balam elə bil can çəkirdi. Elə hey ana, mənə bir şey olsa uşağa özüm bax, bunlara vermə deyirdi. Ağır bir doğuşdan sonra tibb bacısı gəlib göz aydınlığı verdi ki, muştuluğumu verin, gül kimi bir qızınız oldum. Elə bunu eşidən kimi qaynanası gilin qanı qaraldı. Qıza nə muştuluq, dedilər. Atası ilə mən tez nəvəmizin muştuluğunu verib Aytacı soruşduq. İkisi də yaxşıdır. Sadəcə ananın dincəlməsi lazımdır, dedi. 5 gündən sonra Aytacı xəstəxanadan çıxarmağa getdik. Ay xala, görəydin bir sifətdə gəlmişdilər ki, sanki düşmən balasını qarşılayırdılar. Yenə mən evə gətirdim. 40 gün özüm baxdım, ona da, uşağa da. Süd vermək istəmirdi. Yavaş-yavaş tovlayaraq süd verdirdim. Artıq Aytac da uşağını qəbul eləmişdi sanki. Özünə gələn kimi qaynanası gil gəlib apardılar. Özüm özümə toxtaqlıq verirdim ki, day uşaq oldusa araları da düzələr, söz-söhbət də olmaz. Amma elə köhnə hamam, köhnə tas idilər. Uşaq böyüdükcə o qədər şirinləşirdi ki, nənəsi qurban, günəş kimi parıldayırdı. Onlar uşağa ad da qoymadılar, biz də öz aramızda günəş deyib əzizlədik. Aytac hər gün daha da solur, artıq çox danışmır, elə ancaq ev işləri uşaqla məşğul olurdu. Qaynanası evin bütün işlərini ona yükləyir, əri başı batmış da arada güya iş dalınca Rusiyyətə gedir, aylarla qalır, sonra da minnətlə geri qayıdırdı. Ceyhun olmayanda anası daha da azğınlaşıb Aytacın gününü göy əskiyə bükürdü. Yeməyindən tutmuş yatmağına, uşağa baxmağına qədər hər şeyə qarışır, evdə söz-söhbət salırdı. Aytaca deyirdim, bala, sən Allah baş qoşma ona, başını sağ aşağı, balanı böyüt. O da hər dəfəsində, ana, mənə bir şey olsa qızımı sən götür, ha, deyə məni tənbəhləyirdi. Günəşim 6 aylıq idi. Gecə qarabasma kimi yuxular görmüşdüm. Səhər su çar hovuzunun yanında fikrə getmişdim ki, birdən darvaza güppultu ilə açıldı. Çöndüm ki, qonşumuz Elşən üzü qorxudan ağarmış şəkildə Sevil xala, tez gəlin Aytaçgilə, deyə qışqırdı. Elə bunu eşidəndə bilmirəm, hardansa dilimə gəldi ki, evim yıxıldı. Bəlkə də ana ürəyimə damıbmış. Tez atası və qardaşı ilə maşına oturub getdik. Çatanda gördük ki, cəmaət toplaşıb onların həyətinə.
Ağlım başımdan çıxdı. Özümü həyətə saldım. Aytaç hanı deyirdim ki, bir də gördüm Ceyhun tövlədən Aytacı qucağında gətirib qabağımıza uzatdı. Sevil iki əlini də möhkəm başına çırpıb ağlamağa başladı. Balamın, Aytacımın meyidini uzatdı qabağımıza. Nənəsi ilə anası ağlayır, Günay qışqıraraq deyirdi: "Nə? Sevil xala, siz nə danışırsınız? Necə yəni Aytacın meyidini? Ola bilməz." Anası sakitcə göz yaşı axıdaraq Günayın əlini sıxdı. "Ay Sevil, sən nə danışırsan bacı? Aman Allah." Nənəsi isə yaylığının ucu ilə göz yaşını silib Sevilə hirsləndi. "Yazıq bala. Hələ nə görüb, nə yaşamışdı bu dünyada? Körpə balasını da anasız qoydunuz. Dincəldinizmi day?" Sevil günahkarcasına başını aşağı əyib davam etdi. "Yazıq balam, öz canına qıyıb. Gecə evdə yenə söz-söhbət düşübmüş. Səhər sübhdən öncə oyanıb uşağın altını dəyişdirib, yedirib, beşiyinə yatırıb. Sonra da gedib tövləyə. Ev cəmaatı ayılıb görüblər ki, uşaq ağlayır. Nə qədər çağırsalar da hay verən olmayıb. Birdən arvad tövləyə girəndə görüb ki, özünü asıb bədbəxt balam." Bunu eşidən kimi Günay özünü saxlaya bilməyib möhkəm səslə ağlamağa başladı. "Ola bilməz, Sevil xala, Aytac yaşamağı sevirdi. O özünü öldürə bilməzdi." Anası ağlasa da özünü toplayıb Günayın əlindən tutub o biri otağa apardı ki, sakitləşsin. Nənə yaşlı gözlərlə Sevilə baxıb dedi: "Gör nə həddə çatıb ki, körpəsi belə gözünə görsənməyib. Öz canına qıymaq ən böyük günahlardandır. O dünyada buna nə cavab verəcəksiniz?" "Ay xala, mən eləmədim ha. Qaynanasıgil ölmüşlər, canından bezdirdilər yazıq balamı." "Sus! Bəs qızını var dövlətə aldanıb, araşdırmadığın, ədəb əxlaqını bilmədiyin qədəyə verəndə belə olacaqdı da. Elə ərə verim, canım qutarsın olmamalıdır. Gərək qızı ailə həyatına da hazırlayaydınız. Təkcə ev işlərini deyil, həyatı da, yaxşını pisdən ayırmağı da öyrədərdiniz. Ən əsası da gərək qızın özünün razılığı olaydı. Heç peyğəmbərin sözünü eşitməmisənmi ki, qız uşağının razılıq olmadan ərə verməzlər? Siz də götürüb verdiniz huyunu suyunu bilmədiyiniz adamların əlinə. O bir dəfə öldü, amma siz hər gün ölüb diriləcəksiniz. Bu zülmün cəzasını o birilər də çəkəcəklər. Allahın səbri gendir. Gec-tez canlarından çıxacaq. Elə qaynanaya mən ana demərəm. Qadın da evinə gəlib. Hələ bir o qıza analıq elə, bilmədiyini öyrət, hayan dur. Beləsinin üzünə tüpürmək lazımdır. Elə o ipi bunların boynundan asmaq lazımdır." Sevil buna verəcək cavab tapa bilmədi. Çünki nənə sözlərində haqlı idi. "Bəs indi o yetim körpəyə kim baxır?" Sevil dərindən ah çəkib dedi. "Elə yasdan birbaşa özümlə gətirdim. Dedim bir də qapımıza gəlməsinlər. Aytac onu mənə tapşırmışdı. Onsuz da uşağı o qədər sevmirdilər ki, sənədini belə almamışdılar. Babasıyla mən düzəltdirdim." "Yaxşı etmisiniz. Qızına sahib çıxa bilmədin. Barı nəvənə yaxşı nənə ol. Onu qoru." "Əlbəttə, xala, günəşim mənim hər şeyimdir. O soyuq qışda doğan günəşimdir. Balamın qara torpağını işıqlandıran günəşimdir. Nə qədər canımda can var. Onun üçün çalışıb vuruşacağam. Bir şeydən belə nakam buraxmayacağam Allahın köməkliyi ilə. Allah anasının qəbri uzunu ömür versin ona. Amin." Sevil ürəyindəkiləri danışıb bitirdikdən sonra sağollaşıb ayağa qalxdı. Günayın anası ilə nənəsi Aytaca rəhmət, ona da səbr diləyib yola saldılar. Günayla görüşmək istəsə də, anası Günayın uyğun olmadığını bildirdi. Günay gözlərini pəncərədən həyətə dikmiş, Aytaçla olan xoş xatirələrini beynində canlandırır, gözlərindən muncuq kimi yaşlar süzülürdü. Sevil ağır addımlarla pilləkənləri düşürdü. Qəlbindən sanki ağır daşlar sallanırdı. Bu ağır həyat yükü altında onu yüngülləşdirən, qaranlığını aydınlığa çevirən tək bir varlıq vardı, günəşi. Qızının solmuş ümidlərini günəşlə yenidən dirçəltməli idi. Soyuq bir qış səhərində doğan o günəş indi onun qəlbinə istilik gətirəcək, dərdlərinin
buzunu əridəcəkdi. Birlikdə yenidən doğulmuş kimi yeni ümidlərlə yeni bir həyata daha güclü addımlayacaqdılar. Bu hadisə təkcə bir qızın faciəsi deyil, bir çox qızların taleyini əks etdirir. Ancaq heç bir halda bir insan canına qıyıb həyatını sonlandırmamalıdır. Çünki hər gecədən sonra bir səhər, hər çətinlikdən sonra bir asanlıq gəlir. Aytacın seçdiyi intihar qərarı ən zəif seçim idi. Ən böyük günahlardan birini etməklə təkcə öz dünyasını qaraltmadı. Eyni zamanda bir körpəni anasız, bir ananı da gözü yaşlı qoydu. Ona görə də seçim edərkən təkcə özümüzü deyil, ailəmizi və ətrafımızı da düşünməliyik. Axı insan tək bir fərd deyil, ümumi cəmiyyətin bir hissəsidir. Həyatda baş verən hər hadisə, xüsusən də bir gənc qızın faciə ilə bitən hekayəsi bizə təkcə kədər deyil, həm də dərs verməlidir. Valideynlər bəzən düşünürlər ki, qızlarını varlı ailəyə verərək onlara xoşbəxtlik qazandıracaqlar. Amma xoşbəxtlik var dövlətdə, qır-qızılda, bahalı maşında deyildir. Xoşbəxtlik qarşılıqlı anlayışla qurulan ailədə göstərilən hörmətdə, mərhəmətdə və səmimiyyətdədir. Aytacın faciəsi həm də bizə göstərir ki, hər gənc qızın qəlbi bir gül kimidir. Qayğı ilə bəsləsən çiçək açar, ətrafına gözəl qoxu saçar, zülm və zorakılıq göstərsən nəinki özü solar, ətrafındakiları da öz qaranlıq dünyasına qərq edər. Qaynana olmaq analığın başqa bir imtahanıdır. Oğlunun seçdiyi qadına qarşı mərhəmət göstərmək, onu öyrətmək, dəstək olmaq qadınlığın, analığın ən gözəl nümunəsidir. Bir gəlinə zülm edən qadın əslində öz qadınlığını alçaldır. Aytacın öz canına qıyaraq bu dünyadan getməsi hər birimizə xəbərdarlıqdır. Heç bir gənc qız bu qədər ümidsizliyə düşməməlidir. Həyatda heç bir ağrı daimi deyil. Hər dərdin bir şəfası, hər gecənin bir sabahı vardır. Qaranlığın içindən doğan işıq, Aytacın qızı günəş kimi. Övlad bizə verilən bir əmanətdir. O əmanətə sahib çıxmaq, onu zorla deyil, mərhəmətlə doğru yola yönləndirmək bizim borcumuzdur. Elə isə qız uşaqlarına güvən verək, onları dinləyək və ən əsası da onları xeyirli əməllərə, imana, səbrə və şəfqətə yönləndirək.